Mayın 25-də, yəni 25-i 5-ci ay 2025-ci il tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin formada artıb. Həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib. Belə ki, bu rəqəm il ərzində orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk 3 ayında Azərbaycanda 11206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici 4 dəfə artaraq 496-ya çatıb. Əvvəlki illərin statistikasına baxdıqda fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49508 nikah bağlanıb. Bu gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb. Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25-i 5-ci ay 2025-ci il tarixi bəzi cütlüklər tərəfindən uğurlu, eyni zamanda yadda qalan gün kimi qiymətləndirilir.